Növbəti əmrlər qrupu sort and filterdir. Bu qrup vasitəsilə biz datanı, məlumatları nizamlaya və yaxud da lazımsız hissələri gizlədib fokuslanmaq hansısa bir məlumat toplusuna fokuslana bilərik. Burada daxildə sort A-dan Z-yə və yaxud da sort Z-dən A-ya. A-dan Z-yə artan sıra ilə, Z-dən A-ya isə azalan sıra ilə məlumatları sıralamaqdır. Əlavə olaraq custom sort vasitəsilə biz məlumatları daha geniş formatda sıralaya bilərik. Misal üçün biz burada ad soyadı seçib ona uyğun olaraq dəyərlərə görə, məsəl üçün A-dan Z-yə burada əlifba sırası ilə gedəcək. Əlavə olaraq sütun da əlavə edə bilərik. Məsəl üçün kolon 1 vasitəsilə dəyərlər yaşa görə, misal üçün sıralaya bilərik. Əlavə olaraq burada filter seçimi vardır. Filter seçimi vasitəsilə biz cədvəlin üzərində filtr tətbiq edə bilərik. Hansı ki, əvvəlki dərslərimizdə biz Ctrl+Shift+E vasitəsilə filtri aktiv edib və filtrdən azad edirik. Bu daha sürətli variantdır. Və yaxud da biz filtr tətbiq etdiyimiz cədvəli filtrdən azad etmək istəyiriksə, Clear filter seçimini etmiş oluruq. Əlavə olaraq burada bir seçim də var, Reapply. Yəni bu Reapply seçimi onlar üçün istifadə olunur ki, filtr yenidən tətbiq edir. Data dəyişibsə faydalı olur. İstifadə etməsi faydalıdır.